Başqa cür məhəbbət var. Bir var məvəddə. Bunların fərqi var da. O məhəbbət 3 hissədir. Məcburi məhəbbət var. Müxtəsər deyil, seçilmiş məhəbbət var. İlahi məhəbbət var. Məcburi məhəbbət budur ki, atam filan kəsdir, filan kəsi sevərdim. Sevirəm. Olardı filan kəsi sevərdim. Elədir? Məcburi məhəbbət. Ata, ana, bacı, qardaş bu cür məcburi məhəbbət. Yəni Allah verib də bunu. Və Allah da bunu önəmsiyir, bu məhəbbəti. Mən vermişəmsə, bunu mən vermişəmsə, mən bilirəm də nə vermişəm sənə. Bunu əziz tut. Gözəl. Bir var seçilmiş məhəbbət. Özün seçirsən. Dost, yar, sevgili, filan. O insan özü seçdiyinə görə o biraz nə olur? O şirin gəlir. Bir məsəl var, edir atadan, anadan yar şirin olur. Belə bir söz var. Yəni onu mənasında deyirlər, ironiya ilə, kinayə ilə, bəli. O seçilmişdir məhəbbət. Amma bir məhəbbət də var ki, ilahidir. O başlayır yavaş-yavaş qalxıb inkişaf eləməyə. Qalxır, inkişaf eləyir, o dönür eşqə. Məhəbbət eşqin hələ bir aşağı təbəqəsidir. Sevgidir. Gözəl, hər şey əla. Eşq elədir ki, artıq bayaq dedikdə o heç nə yoxdur, ancaq o var. Ora doğru getmək var. Bu tərki dünyalıq demək deyil, səhv salmayaq. Tərki dünya başqa şeydir. Tərki dünya tamam başqa şeydir. Hər şeyi onun uğruna verəsən. Hər şey onun, yaxşılığı onun üçün eləyirsən. Atan yaxşılıq eləyirsən. Yaxşılığı onun üçün eləyəndə əl-əl-əssalama deyirlər, bir də sənə pislik eləsən, eləyəsən, deyir yaxşılıq. Bir də eləsən, eləyəsən, deyir yenə yaxşılıq. Bir də eləsən, eləyəsən, deyir yenə yaxşılıq. Axıra qədər yaxşılıq. O pisliyindən əl çəkmə, gül kimi yaxşılığımdan niyə əl çəkir? Yaxşılığı onun üçün eləyirsən. Məsələ budur. Və hər şeyi ona xatir eləyəndə, hər şeydə gözəllik görürsən ki, İmam Hüseyin əleyhissalamın əlində Əli Əsqərin o qundaqda oxlanmış bədəni qan basıb üstün başın deyir ki, mən bir dənə o işlə təskinlik tapıram, sən bunların hamısını görürsən, sən mənənsən, sən bunları görürsən. Nə qədər Allaha yaxın bilir. Nə qədər Allahı yaxında bilir, yanında bilir. Və yolunu da haqq bilir təbii ki. Yoxsa elədik və elədiyini Allah mənim ürəyimdədir, sevirəm. Onlar boş söhbətlərdir. Söhbət eşq yolundan. Eşqlə məhəbbətin arasında bir dənə məvəddə var. Məhəbbətlə məvəddənin fərqi var. Biri hubbdəndir məhəbbət. Biri vuddidəndir, vudud. Vidadi ondandır. Məvəddət budur ki, o da sevgidir. Amma məhəbbətdən fərqli olaraq. Yəni necə? O sevgini yeri büruzə verəsən, daima. O sevgini başqalarına təbliğ eləyəsən. O sevgini yaşadasan. Və o sevgidən həmən o məvəddə bəslədiyindən aldığın əmri icra eləyəsən ağlıva vurmadan. Ata-anaya da məhəbbət vacibdir. Amma o sənə elə şeylər deyər ki, onu deyərsən baş üstə, amma eləməməlisən. Günah işlərə. Təhrik eləsə səni. Deyəsən, baş üstə eləyərəm, amma eləməməlisən. Çünki günahdır. Amma məvəddə bir sevgidir ki, o sənə nə desə artıq onu ağlıva vurmur. O nə desə onu eləyirsən. O məsumlara olan məhəbbət. Məvəddə. Məsum nə desə, qanundur. Burada biz olayan o beytin deyə bilərik ki, hazır eşqidir onun nəşəyi, kamil kimi ondandırmıdan. Deyə bilmərik onu. Burada deyə bilmərik. Niyə görə? Eşqidir bir nəşəyi, kamil ki ondandırmıdan. Bu eşqdən gedir söhbət.